Əlillər günü 3 dekabr. Eşitmirsiniz, danışa bilmirsiniz, yeriyə bilmirsiniz, gözləriniz görmür. Və siz əlilsiz. Hər zaman demişəm. Bir gündə olsa, bir saatdə olsa, özünüzü onların yerinə qoyun. Bəzi savadsızlar 3 dekabr günündə də əlillərə bayramın mübarək olsun söyləyirlər. Amma o cahil beyinsizlərə söyləmək lazımdır ki, əlillərə diqqət və qayğını artırmaq üçün, onları cəmiyyəyə inteqrasiya etmək üçün bu günlər örnək bir mesaj verərək təqvimə salınıb. Bəli, bugün beynəlxalq 3 dekabr əlillər günüdür. Azərbaycanda da əlillərə xüsusi diqqət və dövlət böyük qayğısı var və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci vitse-prezident First Lady Mehriban xanım Əliyeva hər zaman həssas təbəqə adlanan əlillərə xüsusi diqqət və qayğı göstərir. Bugün ölkəmizdəki reabilitasiya mərkəzlərində tam ödənişli şəkildə əlillər yararlanır. Sanatoriyalarda və kurortlarda. Hətta yeni bir qərar da var ki, artıq yaşı 18 olmamış əlillər də sanatoriya və kurortlarda öz yaxınları ilə istirahət edə bilərlər. Müalicəyə ehtiyacı olanlar isə reabilitasiya mərkəzlərindən tam ödənişli şəkildə yararlana bilər. Bugün 1-ci, 2-ci qrup əlillər universitetlərə qəbul olanda, ali məktəbə, bakalavr və magistr öbürləsində təhsil alanda ödənişli oxusa dövlət onların ödənişini qarşılayır. Bugün əlillərə, özəlliklə əlillərə, qazilərə, vurğuladığımız kimi gözdən əlillərə də dövlət başçımızın göstərişi ilə sosial həyatını yaxşılaşdırmaq üçün, mənzil şəraitini yaxşılaşdırmaq üçün evlər də təqdim edirlər, verilir. İndi aşağıda duranlar bu evləri hansı şəkildə o əlillər çatdırır, yiyir, talayır, o ayrı məsələnin söhbəti. Amma fakt bu gedişat var. Bugün xüsusi təbəqə adlanan əlillərə güzəştlər və birlikdə dövlətin də diqqət və qayğısı sonsuzdur. Hər halda dövlət öz dəstəyini əsirgəmir. Millət olaraq, vətəndaş olaraq da hər bir sadə vətəndaşına tutmuş məmuruna kimi əlilin qulluğunda olmalı, ona dəstək olmalıdır. Bugün panduslardan tutmuş səsli svetoforlara kimi əlillər üçün lazımi şərait yaradılmalıdır. Düşünün də, siz əlilsiniz, gözünüz görmür, qulağınız eşitmir, danışa bilmirsiniz, yeriyə bilmirsiniz, əl arabasındasınız, əlləriniz işləmir, yataqdasınız, hər halda, hər halükarda əlilsiniz. Və bu dünyaya da cəmi bir dəfə gəlirsiniz. İkinci dəfə gəlmək şansınız yoxdur ki, sağlam olasınız. Və heç bir əlil demir ki, mən dünyaya girəndə əlil gəlməliyəm. Əlil gəlim. Bu istək şəxsin özündən asılı deyil. Yaradanın məsləhətidir. Sınaqdır, imtahandır, hər nə ad verirsiniz verin. Hər halda əlillərə xüsusi diqqət və qayğı olmalıdır. Böyüyündən kiçiyinə. Məmurundan fəhləsinə kimi fərqi yoxdur. Amma o cahillər kimi mən sizə əlillər günündə əlillər bayramımız mübarək demirəm, əksinə vurğulayıram ki, Allah sağlıqlı həyat, xoş günlər və şəfa versin. 1-ci Qarabağ müharibəsində və 2-ci Qarabağ müharibəsində də əlil olan qardaşlarımız var. Allah onları qorusun. Şəhidlərimizə Allah rəhmət eləsin. Allah millətimizi qorusun. 3 dekabr əlillər günüdür. Təsəvvür edin də, bir 5 dəqiqə, 1 saat, qulaqlarınızı yumun, eşidə bilmirsiniz. Ağzınızı yumun, danışa bilmirsiniz. Gözlərinizi yumun, görə bilmirsiniz. Ayaqlarınızı nəyinəsə bağlayın, yeriyə bilmirsiniz. Və yaxud da heç uzağa getməyin. Bir anlıq, yarım saat, 15 dəqiqə yataqda uzanın və yataq xəstəsiniz və siz əlilsiniz. Dəhşətlidir, eləmi? Ona görə də heç kəs qınamasın. Heç kəsi aşağılamasın, linç eləməsin. Düşünürəm ki, bugün
hər bir əlil dünyaya sağlam bir şəkildə gəlmək istəyərdi. Amma bu onların arzu və istəyi deyil. Fərqi yoxdur. Sonradan elə əlil olmaq da bir istəyi arzu deyil. Qismət talihdir. Allah hamısının talihini gözəl eləsin. 3 dekabr Beynəlxalq Əlillər Günündə bu videonu çəkməyi özümə boş bildim. Xəbərim düz ünvanı düz xəbərdir. Videoları ard-arda bəyənməyin, kanala abunə olun. Düz xəbərə inanın, etibar edin və biz sizə doğru və real məlumatları ötürürük. Hədəf 60 mindir. Salamat qalın.